Yanvarın 30-da Astara rayon məhkəməsində həyat yoldaşına dəhşətli işgəncələr verməkdə təqsirləndirilən Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Hakim İsmail Abdurrahmanlının sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək məhkəmədən təqsirləndirilən şəxsin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə müşavirəyə gedib. Müşavirədən qayıdandan sonra hakim hökm elan edib. Hökmə əsasən Çingiz Mehdiyev cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 6 il müddətinə azadlıqdan məhrum edilib. Mən narazıyam 6 ilə. Razı deyirəm. Bizi içəri qoymadılar ki, biz bilək ki, nə var, nə yox, nə məsələdir. Çingiz Mehdiyevin vəkili Natiq Əsədov hökmdən narazı qaldıqlarını və apellyasiyaya şikayət verəcəklərini bildirib. Hökümdən narazıyıq çünki orada cinayət təqib orqanı tərəfindən əlavələr 127.2.2 maddəsi düzgün tövsif edilməyib. Bu apellyasiya şikayətində bu məsələ öz əksini tapacaq. Qeyd edək ki, həyat yoldaşı 28 yaşlı Nisə Xəlilovaya qarşı zor tətbiq etməkdə, dəhşətli işgəncələr verməkdə, onun qulağını kəsməkdə ittiham olunan Astara rayonunun Kələdəhnə kənd sakini 33 yaşlı Çingiz Mehdiyev cinayət məcəlləsinin 127.2.2, 142.2.5 və 145.2.6-cı maddələri üzrə təqsirli bilinir. Xatırladaq ki, Çingiz Mehdiyev prokurorluğun sanksiyası ilə saxlanılıb və onun barəsində Astara rayon məhkəməsinin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Elnur Ələkbərov, Rövşən Əzimov, Astara.